Yazın bu gözəl havasında sizləri xoş gördük. Əlbəttə, istəyirik elə bu məqamda bir şirin dastanla sizin meydanınıza, məclisinizə gələk. Bugünkü Saz Söz Məclisi bu mənada bir dastan məclisi olacaq. Və bu dastan məclisində də ilin günün çağına uyğun olaraq yeni nəfəsli aşıqlarımızı görəcəksiniz. Əslində bunları tanıyırsınız, amma bugün çox maraqlı bir dastan üçün gəliblər. Qoy bəri başdan onları bir təqdim eləyim. İlham Məmmədli yaxından tanıyırsınız, Tural Mehdi tanıyırsınız. Bunlar bir vaxtı ilə gəlib bizdə Novruz Qəndab dastanını da danışıblar. Çox maraqlı ifaçılardır. Ustad balabançımız da fəxri mədəniyyət işçimiz Firidun Süleymanovdur. O da gəlib cavanlarımıza balabanla dəstək verəcək. İnşallah hər şey yerində olacaq. Dastanımıza gəlincə, dastanımız Öysüzlü Səməd və Savad xanım dastanıdır. Bu dastan ilk dəfə belə deyək, səhnələşdirilir. İlk dəfə dastan meydanına çıxıb. El cəmaət arasında, Tovuzda, müxtəlif yerlərdə dastanı qədim aşıqlar, köhnə aşıqlar çox danışardılar. Amma bizim bu istiqamətdə gördüyümüz dastanı təqdimatlarında heç olmayıb. Birinci dəfə görəcəksiniz. Öysüzlü Səməd 155 il bundan qabaq dünyaya gəlib Tovuzda Öysüzlü kəndində. Onun belə deyək, ömrünün əsas hissəsi ilə öz kəndlərində keçibdir. Çox böyük ustad aşıqlara qulluq eləyib, özü də nəhəng bir ustad olubdur. Təsəvvür eləyin ki, o 12-dən çox dastan ərsəyə gətirib və 12-dən çox da böyük şagirdlər ortaya gətirib. Bu şagirdləri mən xatırlatmaq istəyirəm. Birini, Qaraçıoğlu İbrahim. Qaraçıoğlu İbrahim sıradan aşıq deyildi. Elə nəhəng bir sənətkar idi. O getdi, sonralar Gəncədə yaşadı. Amma Qaraçıoğlu İbrahimin səsi sorağı Bakıdan, Moskvadan, beynəlxalq tədbirlərdən gəlməyə başladı. Çünki Qaraçıoğlu İbrahim qədər zil, şaqraq, Koroğluxan səsi olan çox nadir aşıqlı var idi. Məsələn, Əsəd Rızayevlə, Mirzə Bayramovla üz-üzə durub oxuyan aşıq məhz Qaraçıoğlu İbrahim idi. Onu yetişdirən də bizim böyük ustadımız Öysüzlü Səməd idi. Yəni, Öysüzlü Səmədin biləsiniz ki, hansı səviyyədə bir sənətkardır. Məsələn, o bir dəfə məclisdən qaydanda görür ki, Qaraçı köçü gedir. Qaraçı köçünün içərisində bir uşaq nəsə oxuyur. Uşağın səsi o qədər xoşuna gəlir ki, atı saxlayıb Qaraçı köçündən deyir ki, bu uşaq kimindir? Deyirlər, bizimdir. Bir də nəyisə oxudur, deyir ki, uşağı mənə verin. Bu sizin aranızda qalmaqla bir yana çıxanmaz. Qoy mən bunu aşıq eləyim. Bu məhsurlaşsın. Beləliklə də Qaraçıoğlu İbrahim adında adam 10 il Öysüzlü Səmədin yanında qalır və nəhəng bir aşıq olur. Çox nəhəng bir aşıq olur. O əməkdar incəsənət xadimi adına qədər yüksəlmiş bir sənətkardır. Bu mənada Öysüzlü Səmədi sıradan bilməyək. O dərin fəlsəfi biliyə malik idi, mədrəsə təhsil almışdı. Saz havalarının çox dərin bilgisi idi, dastan sənətkarı idi və özündən sonra Tovuz aşıqlığında, hətta Gəncəbəsər aşıqlığında çox dəqiq izlər qoymuş sənətkardır. Bugün dillər əzbəri olan bir mahnı var, bilirsiniz. De görüm, hardan gəlirsən, yoluna qurban Qaragöz. Orta Sarıtel üstündə Cilli Aşıq Müseyib bunu oxuyub, meydana çıxardı və bu saat dillər əzbəri olan kimi tərpətsən, hansı aşığı Orta Sarıtel oxuyarsanmı, həmin Qaragöz sözləri oxuyur. Bugün təqdim olunan dastanda da onu görəcəksiniz. Bu mənada mən istədim ki, balaca bir Öysüzlü Səmədlə bağlı təsəvvür ortaya gətirim. Bunun hazırladığı bugün təqdim olunan dastan özü tərəfindən yaradılıb, amma sonraki böyük üstadlar, xüsusən də Qaraçıoğlu İbrahim və digər şagirdlər bu dastanı təkmilləşdiriblər. O qədər təkmilləşmə işi gedib ki, hətta bugün sizə dastanı təqdim eləyəcək İlham və Tural da qardaşlarımız da dastana bir balaca əl gəzdirirlər. Çünki dastan çox böyükdür, nəhəng miqyasa malikdir. Onu biraz yığcamlaşdırmaq, bir sahada yerləşdirmək lazımdır. Onu da onlardan xahiş eləmişik, ərsəyə gətiriblər. Öysüzlü Səmədin dastanını Asif Yanar qardaşımız Tovuzda gözəl bir ziyalıdır. O ərsəyə gətiribdir, toplayıb aşıqlardan
və bugün sizə təqdim olunan da həmin mətnin müəyyən hissəsidir. Zaman içərisində yəqin ki, inşallah Öysüzlü Səmədin irsinin daha geniş şəkildə təqdim istiqamətində Aşıqlar Birliyində biz iş görəcəyik. Çox vaxt almayaq və istəyirəm ki, meydanı aşıqlarımıza verək və aşıqlarımız öz sinələrində gəzdirdikləri bu dastanla el cəmaatımızı feyziyab eləsinlər. Buyurun. Bəli, əzizlərim. Ustadlardan belə gördük, götürdük ki, Aşıq Məclisə daxil olanda ustadnamə deyər. Bizdən ustadlar yolu gedək, ruhları şad olsun. Bugün deyəcəyimiz ustadnamələr haqqında danışacağımız Öysüzlü Aşıq Səmədin öz ustadnamələrindən olacaq. Dostum, fikir çəkib heç qəm eyləmə. Ölməz itməz daim duran dünyadır. Yoxdun etibarın, insaf, mürvətin, igidlər qanını soran dünyadır. Fələyin bu qışı mənin alıbdır. Fələh mərd işini tərsə salıbdır. Daima şan şöhrət kimə qalıbdır. Eşqin qəmatını yoran dünyadır. Öysüzlü Səmədəm gəldim gümana. Naməhddən insaf yox gəlmir imana. Görüm verən qalsın belə zamana. Yaran üstdən yara vuran dünyadır. Ustadlar ustadnaməni bir demədin, iki dedi. Biz de deyək, iki olsun. Görək Aşıq İlham Nəcür buyurur. 100 ildə olasan bir bağa bağban. Axır sərəncamı bağ sənə qalmaz. Nə can qalar cəsədin içində, nə də ki cəsədin sağ sənə qalmaz. Bir gün qaşqabağın açılsa yasdan, ayrı düşəcəksən yenə də dostdan, dirlikçi olasan, əkəsən bostan, nə şamama, nə də tağ sənə qalmaz. Qəlbimin tərlanı düşüb borana, fikrim dağınıqdır, könlüm virana, 100 min yol salasan dağa, arana, nə aran, nə də ki dağ sənə qalmaz. Səməd deyilənə baxmaz yerirsən, dağca olsan, qırçan qalmaz ərirsən, daş altında torpaq üstə çürürsən, axır sümüklərin sağ, sənə qalmaz. Bəli, əzizlərim, ustadlar ustadnaməni 2 demədi, 3 dedi. Biz vaxtı nəzər alaraq söhbətimizə keçirik. Qulluğunuza kimdən deyim, kimdən eşidəsiniz? Tovuz mahalının yuxarı Öysüzlü kəndindən Əskər kişidən. Əskər kişinin 2 qız, bir oğul evladı var idi. Qızları bir yan yön eləmişdi, gözünün ağı qarası Səməd qalmışdı. Səməd uşaqlıqdan Əskər ağa nə qədər elmə təhsilə yönləndirsə belə, elmdən, təhsildən uzaqlaşırdı. Əskər ağa gördü ki, bunu oxudub bir yan yön eləyə bilmir. Elə kənddə, kəsəkdə malqarı ilə məşğul idi. 3 yoldaş Öysüzlünün çöpülü tala yaylağında mal otarırdılar. Aralarında nə belə arzu niyyət tutdular ki, gəlin Allahdan hərəmiz bir dilək tutaq, görək kimin arzusu diləyi yerinə gəlir. Bunlar niyyət tutan məqamda tufan qalxdı, boran qopdu. Yoldaşlar bağaşını qaldırdı, gördü Səməd yoxdur. Sizə kimdən xəbər verim? Səməddən. Səməd gözünün açanda gördü, nabələnd bir tanımadığı yerdədir. Heç buralar buna tanış gəlmir. Sağa sola baxanda gördü, ağası Dərviş ağa başının üstündədir. Ağa Dərviş, bura haradır? Mən hara gəlmişəm? Oğul Səməd, bura Dərbənd şəhəridir. Bu şəhərin xanı Hasan xanın qızı Savad xanımı sənə buta, səni sən ona tuta verirəm. Yolun açıq olsun, öz sevginin, məhəbbətinin dalınla git. Ağa Dərviş, mən atamın, anamın gözünün ağı qarası, bircə oğul evladıyam. İcazə versən, atamdan, anamdan icazə alar, onların xeyir duasını alar, öz sevgimin, məhəbbətimin dalınla gələrdim. Ağası belə dəngilədi, Səmədi öz bağlarından indirdi. Qohum əqrəbə, kənd kəsək, şən olsun, camahat eşitdi ki, Səməd gəlib. Savadsız, elimsiz olan Səməd elə mi gəlib? Əşdən gürşdən cavab verir. Əli sazlı, dili sözdü. Camahat yığıldı, Əskər ağa soruşdun, oğul, hara getmişdin, haradaydın? Başına nə gəldi, danış bir görək, haradasan? Dedin, atey mehriban, icazə versən, sözümü sazla deyərəm. Sazını sinəsinə bastı. Şəqa gələ hava üstündə. Görəyə balabansı nə dedi? Biz deyə eşidənlər suvar olsun. Mevlana'dan ay seda geldi, gördüm ki bayram
sada geldi. Gördüm ki bayram günüdür. Elinde bir badə geldi. Gördüm ki bayram günüdür. Şükür bizim vaxta çıxdı. İslamda o vaxta çıxdı. Cenab-ı Əmir taxta çıxdı. Gördüm ki bayram günüdür. Götürdü sözün tapşırmasını necür dedi. Səmədəm yuxumda gördüm, Səmədəm yuxumda gördüm, əlinin sağında gördüm, Leyli, 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 Leyli. Behiştir bağında gördüm, Behiştir bağında gördüm, söyündüm ki bayram günü. Leyli, 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 Leyli. Səmədəm yuxumda gördüm. Əlidən sağında gördüm. Behiştin bağında gördüm. Söyündüm bayram günüdür. Söz tamama yetdin əzizlərim. Camahat içində oturanlardan biri gülərəkdən Səmədə dedi, Səməd elə danışır ki, elə bil çöpüklü tala cənnətdir. Bu sözdən Səməd yaman alındı. Yenidən sazı sinəsinə basıb, ağır şəhərli üstündə qay balabansı, görək nəcür dedi, biz deyə yeşidənlər sağ olsun. Səcdəsin qıldığım ey ulu Tanrı, lütfünü bəndənə inayət eylə. Ya dəyiş surətin girsin kötana, ya da camalını fəzilət eylə. Əzəldən belədir aşığın işi, sıxsa da nə qədər cahan gərdişi. Yaxşıya pis desəm yaradan kişi, ömrümü sonacam zəlalət eylə. Götürdü dubarə.
səyə çəkdi ya səyə mən sənə. A belə bir söz deyməyək, gəlsən Allah'a hindimə. Bir söz deyməyək, gəlsən Allah'a hindimə. Səmətsiz dəyən sizə şikayət eyləyəm. Səmətsiz dəyən sizə şikayət eyləyəm. Ağ gülə təşbihdir camalın yenə, dünən həsəd çəkdi Yasəmən sənə. Bir söz deyim, gəlsən Allah incimə, Səməd sizdən sizə şikayət eylər. Söz tamama yetdi. Əsgər ağa, Fərzad xanım Səmədi sakitləşdilər, cəmaatı dağıtdılar. Səmədə öydən çölə çıxmağa qadağa qoymuşdular. Səməd evdən bir yana gedə bilmirdi. Bu dərdlə, bu fikirlə evdə bağda bağatdı cəhərlənirdi. Sizə kimdən xəbər verim? Savat xanımdan. Savat xanım Səmədin yolunu gözləyirdi, gözü yoldaydı. Səməddən bir xəbər yoxdur. Bundan bir xəbər tuta bilmir. Ürəyi coşdu. Saçından üç tel ayırdı. Sinəsinin üstə mühtəcəm eləyib. Ay balabansı, görə yazaqlı gərəkli üstündə Səmədi necən arzuladı? Biz deyək, eşidənlər var olsun. Ey havada uçan kuşlar, ey havada uçan kuşlar, naməmi Səmədəyə hirəliyə, hirəliyə. Qanat çalan mənzil vurur, qanat çalan mənzil vurur, naməmi Səmədəyə hirəliyə, hirəliyə. Ey havadan uçan quşlar, naməmi Səmədə yetir. Qanat çalın, mənzil vurun, naməmi Səmədə yetir. Yetiş dadıman ərənlər, gizli sirləri bilənlər, bu dərdi bizə verənlər, naməmi Səmədə yetir. Götürdü sözün tapşırmasını. Həmişə peyman üstəyəm, həmişə peyman üstəyəm, diyarı yal qan üstəyəm, qan üstəyəm, qan üstəyəm. Mən savadan can üstəyəm, mən savadan can üstəyəm, naməni Səmədə yetim, lay la lay, lay lay la lay, lay ərkə lay lay. Həməşə peyman üstəyəm, ciyarın alqan üstəyəm, mən savadam can üstəyəm, naməmi Səmədə yetirin. Savat xanım dedikcə Qarabaş bir kağıza köçürürdü. Savat xanım Qarabaşdan kağız alıb, bir murğu quşunun ayağına bağlayıb
səmaya buraxdı. Səməd öz bağlarından əzizlərim, qanı qara bir daşın üstü oturmuşdu. Bu məqamda gördü, çiyninə bir quş qondu. Quşu tutub ayağına baxanda gördü namə, açdın oxudu. Ürəyi dəmirçi kürəsi kimi alışmağa başladı. Öz sevgisi, məhəbbəti yadına düşdü. Ürəyi cövlan eləyib, sazını sinəsinə başdı. Ağaçda balabancı, görək buradan qovşarı hava üstündə. Nə cür dedi? Bizim üçün namus olan arasın, namə yazan namə geldi yetişdi. Ay canım, ay gözüm. Namə yazan ağellerin var olsun, namə yazan ağellerin var olsun. Namə yazan namə geldi yetişdi. Ay geleğe, ay zülfü var. Ay balam, 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 ay zaman canan balam. Namə yazan ağellerin var olsun. Ay gelen yar, ay zülfü var. Ay canan ay olmaz. Namə yazan namə geldi yetişdi. Bala yararın alım, sana yararın alım. Bala yararın alım, sana yararın alım. Ayrın alım. Bizim üçün namus olan ar olan, namə yazan namən geldi yetişdi. Namə yazan ağellerin var olsun, namə yazan namən geldi yetişdi. Sen elə yazmayıbsan biz onu bilək. Fələk imkan vermir qəmlə baş açıb gülək. Gətirdi göylərdən uçan bir mələk. Namə yazan namən geldi yetişdi. Ayşə İlham tapşırmasını nəzir dedi. Ah yere! Kırkların camından içmişem bada, ah yetişsin acı dadayım dada. Mevlam nicat verse iki sahata. Mevlam nicat verse iki sahada, sanat kulluğuna geldi yetişti. Mevlam nicat verse iki sahata, ay geden yar, oy zülfüm var. Ay balam balam balam, ay canım canım canım, ay gözüm gözüm gözüm. Elə Səməd qulluğuna gəldi yetişdi. Sona yar ağrın alım, bala yar ağrın alım. Sona yar ağrın alım, bala yar ağrın alım, ağrın alım. Qırxların camından içmişəm badə. Haqq gözü yetişsin dadan imdadə. Mövlam nicat versən iki sahadə. Səməd qulluğuna gəldi yetişdi. Əskər ağa gördü Səmədi bu yoldan döndərmək mümkündür. Fərzad xanımını çağırdı, bir məsləhət elədilər. Xeyr dua verdilər. Səmədi yola saldılar. Səməd sazını götürüb, ya Allah səndən mədət deyib, ağasını köməyə çağırdı. Bir göz qırpımına Səməd Dərbənd şəhərindən oldu. Səməd sazı qoltuğunda tanımadığı yerdi. Bir müddət gəzdi, gördü bir imarətgahdır, bir saraydı. En bucağı bilinmir. Çıraqban, bunlara durub, bağın qırağında durub bu saraya seyir eləyirdi. Saray Səlim bəyin sarayıdan əzlərim. Bu məqamda Səlim bəy külək rəngiyə çıxıb, bağa bahçıya seyir eləyirdi.
Gördü bağın kənarında bir nabələnd adamdır. Heç buralar adamla oxşamır. Qoltuğunda da bir saz var. 2 nəfər çağırdı ki, hər kimdirsə gedin onu gətirin buraya. Səmət nəfəsini dəlməmiş, 2 zırpıbıq pəhlivan bunu qoluna tutub qapıdan içəri saldılar. Oğla bala, kimsən, nəçsən, nə gedirsən bu bağın kənarında? Səmət başına gələni Səlim bəyə danışdı. Səlim bəy dedi, oğul, xoş gəlibsən. Elə yaxşı oldu gəldin, bizə də bir aşıq lazım idi. Bizim bir məclisimiz var. Orada çalıb oxuyarsan, biz də sənə qulaq asarıq. Məclis başladın əzizlərim. Aşıq Səmət məclisdə nə oxudu? Qulluğunuza ərz eləyə eşidənlər var olsun. Mirzəcan hava üstündə, qay balabansı. Bu qoca dünyada yox ömrə vəfa. Görün olacaqdı nələr dünyada. İnsan olan həqiqətdən danışar. Nadan olan gedər gələr dünyada. Üstündən el köçmüş dağlar görmüşəm. Talanmış, dağılmış bağlar görmüşəm. Çox mənəm deyənin ağlar görmüşəm. Kimin ağlar, kimi gülər dünyada. Aşığın ham sözün tapşırmasını gerək necə deyir? Səmət ki var bir quruca cəsəddir. Əcəl də haqdandı, hamıya rəsəddir. Zalim fələk, bu nə cür nə mürvətdir. Murazlı cavanlar ölər dünyada. Səmət məclisi tərifləməkdənsə, ustadnamə deməyi Səlim bəyin xətrinə dəydi, yaman acığı tutdu. Əl altından bir qasid göndərdi. Dərbənd şəhərinin ustad aşığı Aşıq Vəlizanı məclisə çağırtdırdı. O məqsədlə, o niyyətlə çağırtdırdılar ki, Səmədi pisikdirib, sazının əlindən alsınlar. Bəlin əzizlərim, Aşıq Vəlizan özünü yetirdi məclisə, gəldi, gördü bir cavan oğlandı. Meydan suluyur. Dedi, cavan oğlan, bir dayan saxla görək, hardan gəlib, harda meydan suluyursan, bu meydanda çalıb oxumaq üçün birinci mənimlə deyişməlisən. Aşıq Səməd dedi, ustad, yol böyüyündür, onda qabağa tüş. Qabaqla sən oxu. Mən də
çalışıb dalıqla, bacardığım qədər dalıqla oxuyaram. Aşıq İlham. Baxıram burada cavan oğlansan. Gəl elə Aşıq Səməd sən ol, Vəlirza da mən olum. Görək Aşıq Vəlirza Səmədə nə cavab verdin, ay balabansı. Göyçə gözəlləməsi havasından. Biz deyək, eşidənlər şad olsun. Ki, həftəsindən açılır, bir ayında tumurcuqlar seçilir, 3 ayında dəyər durmur, tökülür, açanmasan, sazını alan mənəm mən. Görək Aşıq Səməd, Aşıq Vəlirzanın qıfıl bəndini aça bilirmi? Almadı həftəsindən açılır, bir ayında tumurcuqlar seçilir, 3 ayında dəyir durmur, tökülür, bir dürüst bax bunu mənəm mən. Aşıq Vəlirza sözün ikinci bəndində deyir, o nədir ki göydən yerə dayanır, o nədir ki 2 yerə boyanır, o nədir ki ildə bir yol o ayılır, bilənməsən sazını alan mənəm mən. O günəşdir göydən yerə dayanır. Haşiyədir 2 ləyən boyanır, 12 aydır, ildə bir yol oyanır, bir dürüst bax bunu bilən mənəm mən. Bəlin əzizlərim, Aşıq Səməd Vəlirzanın cavabını, qıfıl bəndinin cavabını tapıb verdi. Aşıq İlham, dastanımızın buradan belə qalanını da. Sən danış. Bəli əzizlərim, deyərlər ki, aşıqlar istirahət eləyəndən sonra Məci Səhli xahiş elədi ki, aşıqlar dursun, yenə deyişsinlər. Ancaq bu dəfə Məci Səhli xahiş elədi ki, qabağa Aşıq Səməd düşsün. Aşıq Vəlirzadan icazə aldılar,
Aşıq Səməd qabağa düşdü. Səməd dedi ki, səndən xəbər alım, ay Kamil Aşıq. Yerlə göyün nə qədər arası var? Əliflə bey söylə neçə urfatdır, ayət-i Əl-Quranın neçə surəsi var? Səməd belə deyəndə, Vəli Rza fikirləşdi, cavab vermədi. Səməd davam eylədi. Haqqın evi nə məqamın içidir. De, nədəndir cəhənnəmin keçidi? De, neçədir bir bəndənin meçidi? O meçidin neçə minarəsi var? Allah sən saxla. Səməd belə deyəndə, Vəli Rza qaraldı, bozardı, qızardı, ən bə cavab verə bilmədi. Dedi, Aştad, qulaq as. Səmədəm, bir arif sözlərim yaza. O kimdir, şəfəqət eyləyər bizə? O kimdir, haqq ilə durdu üz-üzə? O kimdir, məhşərdə ol çarəsi var? Ustad Aşıq Vəli Rza bir xeyli fikirləşdi, ən bə cavab verə bilmədi. Məclis əhli, Səlim xan, Ağa Rza xan, Aşıq Vəli Rzaya əmr elədi ki, sazını verirsən Səmədə, özün də bu gündən Səmədin dustağısan. Aşıq Vəli Rza sazını verən vaxtı, məclis əhli səsküy elədi, ayağa qalxdı ki, xan sağ olsun, bəlkə heç bu qıfılbəndin açmasını Aşıq Səmədin özü də bilmir. Əgər bilmirsə, demək Səmədin özü də dustaq olur. Belə deyəndə, Səməd öz bığının altında biraz gülümsədi, qıfılbəndin açmasını dedi. Al sənə xəbər verim, Kamil Aşıq. Yerlə göyün 80 il arası var. Əliflə bey 29 urvahdır, ayət-i Əl-Quranın 114 surəsi var. Haqqın evi mömin qərbin içidir. Şəhadətdir cəhənnəmin keçidi, 7-7 oldu meçidi, 14 meçidin 14 minarəsi var. Səməd belə deyəndə, hər kəs məhəttəl baxdı. Səmədəm, dürüst bil Aşıq Vəli Rza. Cənab-ı əmr edər, şəfəqət bizə, Məhəmməddir, haqq ilə durdu üz-üzə, Fatimədir, məhşərdə ol çarəsi var. Bəli, əzlərim, deyərlər ki, Aşıq Səməd qıfılbəndi açdı. Açandan sonra Aşıq Vəli Rza Səmədə dustaq oldu. Bunlar istirahət eylədilər. Deyərlər ki, məclis öz axarında gedirdi. Məclisdə Hasan xanın adamları da iştirak edirdi. Hasan xanın adamları saraya qaydanda Hasan xan xabar aldı ki, abala məclis necə keçdi? Məclisdə nə baş verdi, nə gördünüz? Dedi, xan sağ olsun, məclis yaxşı keçdi. Ən bə Şəmşəddin mahalından bir aşıq gəlib Səməd adında. Bizim Dərbənd şəhərinin ustad aşığı Aşıq Vəli Rzanı bağladı. Hasan xanım dedi, oğul elə şey olmaz. Dedi, xan sağ olsun, vallah gördüyümü deyirəm. Savad xanım Hasan xanla adamların söhbətini eşidəndə agah oldu ki, yuxusunda buta verilən Aşıq Səməd budur. Tez otağa keçdi, qıvraq bir oğlan paltar geyinib, özünü yetirdi Səlim xanın məclisinə. Gəldi, gördü ki, Aşıq Səməd oturub məclisdə, yeyib içirlər, məclis əhli keyfdədir, xoş gündə istirahətdədir. Baxdı, gördüdür, Səməd bir tərəfdə saz qucağında əyləşibdir. Gəldi, yaxınlaşdı, dedi ki, Aşıq Səməd sənsənmi? Səməd dedi, bəli, mənəm. Dedi, mən sənin səsini sorağını ta ki bizim mahaldan eşidib gəlmişəm. Mən gəlmişəm sənin meydanında səndən deyişəm. Səməd baxdı, gördü ki, oğlan paltarında olsa da, əmba bunun kürəyi, qaşı, gözü heç kişiyə oxşamır. Elə sazını sakitcənə köhlədi, sazı sinəsinə bastı, burada görək. Savadın gəlişinə, Səməd nə dedi? Orta sartel havası üstündə, biz deyək eşidənlər şad olsun.
göz, ay qara gözlərin halı. Az bir caddanmış şirin şirin, diline kurban qara göz, ay qara göz, ay qara gözlərin halı, gözlərin halı. De görüm hardan gəlirsən? Yoluna qurban Qaragöz. Bizə danış şirin-şirin, dilinə qurban Qaragöz. Elə Səməd belə deyəndə, Savad xanım baxdı, gördü ki, Səməd Savadın gəldiyini bildi, agah oldu. Ənbə qəzəbləndi, dedi ki, Səməd məni tanıdı, məclis əhli də tanısa ki, mən Savadam, xəbər çatacaq atam Hasan xanına, heç yaxşı olmayacaq. Odur ki, Savad xanım qəzəblə Aşıq Səmədə üz tutdu. Dedi, ay kişi, Aşıq, mən gəlmişəm sənin meydanına səndən deyişməyə, sən Alagöz, Qaragöz oxuyursan. Əgər cürətin çatırsa, buyur meydanıma gəl. Səməd sazı götürdü, dedi, ay gözəl, tələsmə, mənim də könlüm doludur. Qulaq as gör nə deyirəm. Vəsfinə dilim dolaşır. Gözəllik sənə yaşır. Sonra kimi başı yaşır, gölünə qurban Qaragöz. Səməd belə deyəndə Savad dedi, Aşıq, bayaq da dedim axı, mən gəlmişəm sənin meydanına sənlə deyişməyə. Nə tutturmusan Alagöz, Qaragöz, hünərin çatırsa, gəl meydanıma, iki aşıq qarşı-qarşıya deyişək. Savad xan belə deyəndə, Səməd sazı sırasına bastı. Görək, yenə orta saat tel havası üstündə. Savad xanıma nə dedi? Bir deyək şad olun. Səməd aman mənim Nazın qəbzən öymi yıxır, Nazın qəbzən öymi yıxır, öymi yıxır, öymi yıxır, öymi yıxır, öymi yıxır. Aşıq Səməd məlul baxır, Nazın qəmzən öymi yıxır, darayıbsan yana çıxır, telinə qurban Qaragöz. Savad xanım baxdı, gördü ki, həqiqətən teli papağın altından çölə çıxıb. Tərini silmək bahanəsilə telini içəri saldı. Dedi, Aşıq Səməd, dur, gəl meydanıma, bir iki qatar deyişək, Allah ya sağ verər, ya da ma verər. Savad xanım söhbət çox uzatmaq istəmirdi. Odur ki, Səməd də razılıq verdi. Atıldılar deyişməyə. Burada görək başlı beyt havası üstündə. Savad xanım nə deyir? Səməd ona nə cavab verir? Tərəfindən ərz eləyək. Sizin könülləriniz şad olsun.
teh kaynayıp kanın kula teh kaynayıp taşmasan ah darma benim oğlan benim oğlan benim ahan seller teh bulanıp ahan seller teh bulanıp coşmasan ah darma benim oğlan benim oğlan benim Qanım bulaq tək qaynayıb, daşmasa axtarma məni. Axan sellər tək bulanıb, coşmasan axtarma məni. Qanım töküb bulaq təki, daşıb axtarram səni. Dəryalar tək bulanıbam, coşub axtarram səni. Ərz eləyim məddahından, Məhəmməd Əli iddahından, sən pəhlivan səddahınla güləşməsən, axtarma məni. Səməd dedi, Mövlam olsa buna razı, izin versə qadir qazı, mən qoç orulam səddah quzu, güləşib axtarram səni. Savad xanım gördü ki, hardan desə, Səməd ona cavab verir. Odur ki, söhbəti çox uzatmadı, müxtəsəri danışdı. Savad sözün deyib gedər, bağrın başını oyub gedər, bu məclisdə qoyub gedər, gəlməsən, axtarma məni. Səməd dedi ki, mən gəlmişəm sən xanıma, gümanım gəlir canıma, Səmədəm dürüst qanıma, bulaşıb axtarram səni. Əzlərim, deyişmə sona gəldi. Həmin günü Savad xanım qayıtdı saraya, Səlim xan Səmədə əmr elədi ki, oğul, keç saraya istirahət eylə, İnşallah ilə sonrası da yaxşı olar. Bəli, axşam düşdü, gecə aləm rüyada Səmədə haqdan səda gəldi ki, deməsənmi, səhər Hasan xanın qızı Savad xanım 4 gözəllə bağa seyrə çıxacaq. Özünü yetir bağa, öz sevgini orada görəcəksən, orada qovuşacaqsan, söhbət eləyəcəksən. Bəli, əzizlərim, savaq açıldı, savaqlar üzünüzə xeyirliklə açılsın. Səməd sazını götürdü, özünü yetirdi Hasan xanın bağına. Gəldi gördü, bağ nə bağ, bağda nə yox. Baxdı ki, artıq Savad xanımla 4 gözəl bağa doğru gəlir. Gəldilər bağa, qızlardan biri gülü qoxluyur, biri gülü oxşuyur. Əmbə, Səməd baxdı gördü ki, Savad xanımın üzü gülmür. Nə qədər səs eylədisə, Savad xanım Səmədə doğru baxmadı. Səməd fikirləşdi ki, bəlkə səs eləyim, bəlkə gözəllər eşqinə bir gözəlləmə oxuyum. Savad xanım onda məni gördü, görüşdük. Bəli, əzlərim, Səməd elə deyilədi, burada sazı sinəsinə bastı. Bir gilanar havası üstündə, görək gözəllərə nə dedi? Aşıq Tural, biz deyək, gözəllərin könlü şad olsun. Sabah durur bayrağın önünde, abalan önünde, ayzanan önünde. Aya siyah vesme çeker kaşa gözeller. Ceyin beynine aldanır dumanın açdan, abalan dumanın açdan, ayzanan dumanın açdan. Çalağay bağlayıp başa gözeller, bataylısan, bataylısan, tutu dillisen, bizim ellisen.
qarşında qoşa gözəllər. Ay Gilana, ay sana ya. Ay Gilana ölürəm, abalam sevirəm. Gilana ölürəm. Bəli əzizlərim, Səməd Gözəllər eşqinə gözəlləməyi oxuyandan sonra Savad xanım baxdı, gördü ki, Səməd bağdadır. Tez özünü yetirdi, bir-birlərini gördülər, iki aşiq, iki vüsal bir-birinə yetdi. Savad xanım dedi ki, Səməd, məni istəyirsənsə, gərək Hasan xanla məni istəyəsən. Odur ki, gəl gedək atam Hasan xanın yanına, məni atamdan istə. Bəli, əzizlərim, Savad xanım Səmədi götürdü, saraya gəldi. Saraya gələndə Səməd dedi, xan sağ olsun. Mən gəlmişəm sizin hüzurunuza, Allahın izni ilə qızınız, bax bu Savad xanımı özümə istəyirəm. Hasan xan baxdı, gördü ki, Səmədin üzündə gözəl nuranilik var, əli, ayağı düzdür, bunda pis əməlin heç bir nişanəsi yoxdur. Odur ki, Hasan xan da razı oldu. Deyərlər ki, əskər kişi də 3 gün, 3 gecə toy keçirdi. Toya da 2 aşıq çağırdılar. Burada görək, duvaq qapmanı müxəmməs havası üstündə necə bağladılar. Hər zaman elimizdə, ovamızda toy düyün olsun, könüllərimiz şad olsun. Karşıdadır ağrın alır, Zirvələri beş qəbələm, elini düz ağrın alır, dildə kəlam, əldə qələm, dərdimi yazarın alır, firqətindən, həsrətindən, oldum nasaz ağrın alır, aldım hava, gətir dəva, eyləmə nazarın alım, eyləmə nazarın alım, aldım hava, gətir dəva, eyləmə nazarın alım, eyləmə nazarın alım. Var olun. Mən bu dastanı 5 il bundan qabaq istəyirdim səhnəyə çıxardam. Amma elə bir dövr idi, pandemiya dövrü idi, çətin idi bu məsələlər. Onda kişinin rəhmətliyin 150 illik yubileyi idi. İndi 155 illik idi. 150-yə qismət olmadı, gəldi 155 illiyinə bunu təqdim elədiniz. Mən İlhama xüsusi təşəkkür edirəm. İlham bu dastanın ərsəyə gəlməsinə çox can qoydu. Tural da əlindən gələni elədi. 2 qardaş aşıq bir yerdə bu dastanı ərsəyə gətirdilər. Firidun Süleymanov, Ustad Balabançı və mən deyim ki, bugün Abbas İsmailovun, Müseyib Abbasovun yerində Firidun kimi ustadın olmağı da mənə böyük bir təsəllidir. Çünki böyük aşıqları, ustad aşıqları, Əkbər Cəfərovu, İmran Həsənovu, onlar müşayiət edirdilər. O dastanlar onların sayəsində ərsəyə yerdi. Həmən Ustad Balabançılar. Onların yerini Ustad Firidun Süleymanov tutubdu. Ona xüsusi ayrıca təşəkkür edirəm və bu canavan oğlanlara da hiss eləyirəm ki, çox böyük diqqət eləyibsiniz və inşallah zaman içərisində onların arxasınca gələnləri də bu yola yönəltmək lazımdır ki, yəni Tovuz dastançılıq ənənəsinə, ifaçılıq ənənəsinə o tarixi kamilliyi davam elətdirmə imkanı yaransın. Mən xüsusi təşəkkür edirəm, var olasınız. Bu kişinin, yəni Öysüzlü Aşıq Səmədin inşallah kitabını ayrıca buraxacaq, onun 155 illiyindən bağlı. Və bu böyük bir sənətkar olaraq, yəni o irsinlə bağlı işlər getməlidir. Mən düşünürəm ki, gələcəkdə şeirlər oxunanda Ustadnamədən tutmuş, o qıfıl bəndlərə qədər, müxtəlif şeirlərə qədər
gördüm çox mükəmməl bir şair var ortada. Mükəmməl bir sənətkardır. Qaraçoğlu İbrahim kimi nəhəng bir sənətkarı ərsiyə gətirmək elə belə iş deyildi. O mənada o böyük sənətkarı qoruyub yaşatdığınız üçün hər üçünüzə dərindən təşəkkür edirəm. Var olasınız. İnşallah bu yeni nəsil aşıqların içərisindən bu iki dastançı aşığın ortada olması və bir neçə dəfə gəlib burada dastanları danışması xüsusi bizə qürur verdi. Xüsusi bir zövq və rəğbət hissi oyatdı. Zaman içərisində yeni nəsil aşıqlar sizin arxanızca gələcək. Bəzən bizim tamaşaçılarımız deyirlər ki, filan kəslər də çox yaxşı ifaçılardır, onları da çağırırıq, amma onlar dastan bilmir axı, müsibət buradadır. Dastan bilmirlər, 5 dənə şeir bilirlər, 10 dənə də saz havası bilirlər. Bunların səviyyəsi ancaq belə deyək ki də saz müğənnisi səviyyəsindədir. Bu dastan ağır bir yükdür. Bir saat burada bu ağır yükün altına girmək çətin məsələdir. Gəlmir, dönüb müraciət eləmişəm. Onların böyük əksəriyyətinə gəlməyib. Amma bu oğullar ürəkli oğullardır və həqiqətən gəldilər, dastanı danışdılar və yenə də gələcəklər və sizin kimi gənclər bu dastançılıq ənənəsinin bərpa olunmasında çox iş görməlidir. Sizə xüsusi təşəkkür edirəm. Hörmətli tamaşaçılar, bugün qatı açılmayan bir dastanı sizə təqdim elədik və əslində dastan çox böyükdür, çox belə deyək, geniş miqyaslıdır. Onun bəlkə də yarı hissəsi təqdim olundu. Bununla bərabər dastanın içərisindən əzəmətli bir aşıq boylandı. Böyük ustad bir sənətkar boylandı ki, 150 illik bir sənət yolunu keçib gəlib və bugün də məclislərdə onun sözləri oxunur. Bayaq mən dedim, de görüm, hardan gəlirsən, yoluna qurban Qaragöz, sözləri dillər əzbəridir. O sənətkarla bağlı bir dastan idi, onu sizlərə təqdim elədik. Yenidən xoş günlərdə, dastanlı günlərdə görüşməyə arzusundan sağ olun, sağlıqla qalın.